Bugün sizinle xırçaltalı, içi sulu, inanılmaz lezzetli lavaş resepti paylaşıram. Əvvəlcə biberləri uzun-uzun, soğanı və sarımsağı xırda doğrayıram. Toyuğu da kiçik tikələrə bölürəm. Əvvəlcə soğanı biraz bitki yağında saralana qədər qızardıram. Üzərinə biberləri əlavə edirəm. Daha sonra sarımsağı əlavə edib təxminən 5 dəqiqə bişirirəm. Hazır olan qarışığı bir qaba alıram. Toyuğu da yağda qızardıram. Yağa düşən kimi duz və istiot əlavə edirəm. Toyuğu da qarışığın üzərinə əlavə etdikdən sonra qarğıdal dənəsi, tomat və mayonez əlavə edib yaxşıca qarışdırıram. İndi isə bu ləzzətli içliyi lavaşa bükürəm və hər iki üzünü qızılı rəng alana qədər qızardıram. İçi sulu, xırçıltılı lavaş qəlyanaltımız artıq hazırdır. Həm asan, həm də inanılmaz ləzzətli olur.